Salam, hər kəsi salamlayıram. Yeni vloquma, yeni videoma xoş gəlmisiniz. Əziz izləyicilər, əziz qızlar. Bu günləri səhər durmuşam. Təzə plyonka süfrə almışdım. 1-2 həftə bundan qabaq olardı. Hələ onu stolun üstünə salmamışdım. Axır ki, bugün köhnə plyonkanı götürdüm. Təzə plyonka süfrəmi saldım. Çox gözəl görünür. Mən bəyəndim. Burada da indi isə səhər yeməyi hazırlayıram. Səhər yeməyimizi yeyək. Sonra da görüm hansı işləri görürəm. Bugün nə bişirəcəm, nə yiyəcəm, onu fikirləşirəm. Yəqin sizdə də belədir. Fikirləşirsiniz ki, nə bişirim. O nə bişirim sözü bütün məncə qadınların problemidir. Eyni yeməkləri bişirmək istəmirik, istəyirik fərqlilik olsun. Ona görə fikirləşə qalırıq. İndi mən də düşünürəm, görüm nə hazırlayaram. Sizin üçün də çəkib göstərərəm. Qızlar, deməli fikirləşdim. Çəkilmiş ətim var idi, küftə hazırlayıram. Bir də kotlet eləyəcəm. Biraz 2 cür yemək olsun. Mən artıq küftəmi hazırladım. Kotletlərimi də bişirdim. Sizə çəkmədim çünki əvvəlki vloqlarımda hər ikisi var. Burada da biraz qarın çıxartmışdım buzluqdan. Qutab etməyi düşünürdüm. Yəni qutab etdim. Bir 20-25 qutab hazırladım, çox yox. Sumaqla qəşəng, yəni bilirsiniz də qarın qutabına nə vurulur? Qarına soğan, çəkilmiş soğan, duz, istiot, palçıq turşu deyirik də. Turşu, bir də sumaq. Qışda nar da vururam. İndi nar yoxdur deyə yaydı. Ona görə nar vurmadım. Burada da o qədər paltar yumuşdum ki, inanın bu hələ bir hissəsidir. Çox paltar yumuşdum. Onlar quruyub, indi onları ayırıram. Qatlayıb ayırıram ki, ütüləmək üçün. Ütü stolunun üstünə indi qoyacağım. Ütü stolunda onlar məni gözləyəcəklər. Yəni, mən onları ütüləməliyəm. Çoxdur, paltar həddindən artıq çoxdur. Bitmir, tükənmir. Hər gün paltar yuyulur. Ütülənir, yəni ki, qutarmır paltar. Bunları ayırıram, dəsmalları, çay dəsmallarını, paltarları, yəni əynimizə geydiyimiz üst paltarlarını hamısını ayırıram ki, onları ayrı-ayrılıqda səliqə ilə yığım, ütülüyüm. Eləsi var ütülənməyən şeylərdir, onları ütüləmirəm, qatlayıb qoyuram şkafa. Burada da ağ koftalardır, maykalardır. Yəni bunları da ütüləmək üçün qatlayıram. Ütü stoluna yığıram.
Sonra hamısını üfləyirəm. Burada da qızlar səhəri gündür. Dovğalıq göyərti almışıq. Yəni şomu indi yoxdur, çuğundur yarpağıdır. Şüyüddür, keşnişdir, dağ keşnişidir, nanədir. Yəni bu göyərtilər. Gördüyünüz kimi bir balonda qatıqdır. Qatıq almışıq. Dovğa eləyəcəm bugün. Çoxdan da dovğa hazırlamırdım. Biz dovğanı çox sevirik. İndi də yay ayında, yəni yaydır, hava istidir. Dovğa sərin çox gözəl içilir. Həm isti, həm sərin yeyilən bir yeməkdir, şorbadır. Çox xoşlayırıq dovğanı. Siz necə dovğanı xoşlayırsınız, sevirsiniz dovğanı qızlar? Burada da qızlar qatığa bir balon qatıqda düyü vurdum, yumru düyü, yumurta, un və göyərtilərini doğradım. Demək, qatığı yəni qarışdırıram, ayrıca qaynadıram. Bilirsiniz də, qarışdıra göyərtiləri də doğrayıram. Qatıq qaynayandan sonra göyərtiləri əlavə eləyirəm. Qış aylarında sarımsaq da vurmaq olur dovğaya. İstəyən yayda da vurur, fərq eləmir. O da zövqə görədir. Hərdən bir sarımsaq da vururam, noxud da vururam. Bişirirəm, ayrıca noxudu əlavə eləyirəm. İndi bu dəfə nə sarımsaq, nə də noxud əlavə etmədim. Elə sadə göyərtilərlə hazırladım. Qatığım qarışdırıram. Qatığım artıq qaynamaq üzrədir. İndi qaynayacaq. Qarışdırdım. Burada da göyərtimi doğrayıb hazır qoymuşam. Biraz oralar batmışdı göyərti doğrayanda. Dedim buranı tez yığışdırım. Səliqəyə salım. Bir-iki xırda qab var, onları da yuyum.
Qızlar, doğğam hazırdır. Çox gözəl doğğa alınıb, ləzzətli, çox dadlı, qatıq da yaxşı yağlı qatıq idi. Bu doğğanı çəkim, doğğadan yeyək, bizə nuş olsun. Siz də sevirsinizsə, siz də bişirin, yiyin, sizə də nuş olsun qızlar. Burada kızlar istedim ki biraz kosmetikalarımı səliqəyə salım. Həm də səliqəyə salarkən sizə də müəyyən bir şeyler göstərim. Bəlkə sizin üçün maraqlı olar. Yəni mən çox da kosmetikadan istifadə edən birisi deyiləm. Gündəlik həyatımda çox az istifadə edirəm. Üzümə baxım edirəm, amma kosmetikanı yəni həddindən artıq çox istifadə edən biri deyiləm. Ona görə belə də özümə görə müəyyən kosmetik əşyalarım var, kremlərim var, üz baxım kremlərim var. Yəni belə. Əlbəttə təbii ki, harasa bir toya, hansısa bir ad günü, hansısa da bir şadlığa, məclisə gedəndə əlbəttə ki, makyaj olunuram, amma belə gündəlik həyatımda çox sadə, çox az istifadə edirəm. Belə üzüm üçün baxım kremlərim var, kollagen istifadə edirəm, yəni gözaltı kremlərim var, yəni burada da göstərdim sizə. SPF-dən istifadə edirəm, çünki gün şüaları bilirsiniz üzün dərisini çox pis vəziyyətə salır, qırışları əmələ gətirir, ləkələr yaradır. Belə, yəni tonal kremdən də istifadə edirəm, amma çox tez-tez yox. İndi tonal kremlərim də əslində burada unutdum, sizə göstərmədim tonal kremlərimi. Bir də kollagen üz baxım kremlərim var idi, onu da unutdum sizə göstərməyə. Eyb yox, qalsın başqa vaxtda göstərərəm bir gün. Yəni belə. Mənim tonal kremlərim də artıq bitmək üzrədir. Əslində almağı fikirləşirəm. Belə bəzi kremlərim artıq bitmək üzrədir. Yəni onları bitirib tam bitməmiş almaq fikrindəyəm ki, bitəndə qalmayım, yəni belə əlacsız qalmayım da, evdə ehtiyatda kremlərim olsun. Yəni mən xoşlayıram ki, həmişə ehtiyatda. Ehtiyat yəni ki, sevən adamam, yəni ki, ehtiyatım olsun hər bir şeydə. Çünki bir də görürsünüz ki, evdə sən, yəni elə bir andır ki, nəsə lazımdır, o bitib və yoxdur. Ona görə mütləq ehtiyat yaxşı şeydir. Belə bunları təmizlədim, kosmetik əşyalarımı sizinlə birlikdə dedim təmizləyim, yığım. Burada da görürsünüz ilbisli üz yuma gelim var. Üzümü, deməli üzümü onunla yuyuram. Misellar suyum var, gyaluron yağlı. Çünki SPF başqa cür üzün dərsindən çıxmır, bilirsiniz. Porların arasında qalır. Ona görə mütləq elə misellar suyla, yəni gyaluron yağlı suyla üzümü silirəm, sonra üzümə gelinən üzümü yuyuram. Təmizləyirəm və sonra kremimi çəkirəm. Yəni gündüz kremi, gecə kremi, yəni kollagen kremlərindən istifadə edirəm. Belə. Yəni bu qədər. Hə qızlar, axşamda artıq yorulmuşam. Bir günüm də belə bitmək üzrədir. Çay saatıdır. Dedim çay içim. Yorğunluğum çıxsın.
Bununla da sizinlə sağollaşıram. Bu videonu, bu vlogu burada bitirirəm. İnşallah ki bu videomu, vlogumu bəyənmisiniz. Əgər bəyənmisinizsə like etmeyi unutmayın. Abone olmayanlara da demək istəyirəm ki, videolarımı bəyənirlərsə abone olsunlar və like etsinlər. Sağ olun. İnşallah ki gələn yeni videolarda görüşərik.